İran adlanan Türkistanda Həsən Ruhani, Quran-ı Ramiz Mehdiyevi Batı dünyasından, özellikle Şahın oğlundan ve daxildə olan çətələşmələrlə işbirliyinə girib, İsrail üzərindən LGBT ve pedofil dünyasının da birbaşa iştirakından siyasi hakimiyyət ələ keçirmək istəyir. İranda hakimiyyəti kim götürəcək? Hərə bir ad deyir. Biri deyir Şahın oğlu, biri deyir Pezişyan. Amma hər kəs bilməlidir ki, bugün İsrailin ən çox əməkdaşlıq etdiyi və LGBT və pedofil dünyasının birbaşa bağlı olduğu adam ruhanilər içərisində və dövlət qurumları içərisində olduqca çox saylı nüfuza malik, vaxtilə Ramiz Mehdiyev kimi İrandan bir faşizmin hakim olduğu bölgədə Təhlükəsizlik Şurasının katibi olan keçmiş prezident Həsən Ruhanidir. Həsən Ruhani olduqla təhlükəli bir mövqe içərisindədir. Əgər içəridən bir darbə olacaqsa, bilin ki, bunu Həsən Ruhani gerçəkləşdirəcək. Məclisi Xubirqanın %60'ı bugün Həsən Ruhaninin iradəsinin yanında olub, hətta Xamneyini də görevdən ala bilər. Ona görə İran məsələsi müzakirə olunanda Şah oğlu deyilən pedofil Rıza Kürüz Pəhləvinin deyil, onun da birbaşa əmrində olan dəstək verdiyi Fars faşizmin ortaq iradəsinin təmsilçisi Həsən Ruhani düşünməliyik.